Həyatında əgər Şir bürcü xanımı varsa, sən heç vaxt uduzmarsan. Çünki Şir bürcündə olan xanım ömür boyu sənin arxandadır. Sən heç vaxt zərbə vurmaz, səni heç vaxt incitməz. Nə olursa olsun, daima sənin yanında olar. Bərk olar. Sevgilin də olsa, görsə ki, sən kasıbsan, görsə ki, sən əziyyət çəkirsən, hər şeyə qatlanar, hər şeyə dözər. Yəni sən hardasansa, o da oradadır. Səni nə pula görə, nə başqa bir şeyə görə, heç nəyə görə səni tərk eləməz. Ona görə Şir bürcü xanımları superdir. Mən bunu həmişə demişəm və deyəcəyəm. İstər xətrinizə dəysin, istər dəyməsin. Bəzən altda da yazırlar bəziləri ki, sən Şir xanımlarını çox böyüdürsən, onlar özünə razıdır. Hardan özünə razıdır? Onlar ən səmimi insanlardır. Sən necə onlar haqqında bunu düşünə bilərsən? Qaldı ki, özündən razıdır, yaxşı deyilir də. Özünə razı olmalıdır da. Neyinməlidir? Ancaq durub sənə yaxşılıq eləməlidir dünya boyu. Elə şey var. O istədiyi insan üçün yaxşılıq eləyəcək. Qutardı. Belə də olmaq lazımdır. Şir bürcü xanımları, səhifəni izləyin. Sizi çox sevirəm.